Salam Rəyab Bakı kanalımızın izləyiciləri, müştərimiz bu günlər Qurtuluş Yaşayış kompleksində şəhərciyin parkına baxan, düz pəncərəsindən məktəb görsənən, düz gönlər panoraması olan bir gözəl spazma yer çəkən 3 otaqlı mənzilimizdən sizi tanış edəcəm. Əzizli nəzarətlərimizə naziklici görüntüsünü göstərək. Mənzilimizin parkı, məktəbi, düz gölü, qonaq otağından keçirik. Mənzilimiz İspazmoy mənzildə yer çəkən mənzildir. Bu mənzilimizin mətbəxidir. Mətbəximiz də yeni təmirdən çıxıb, yenicə yığılıb, üstü gördüyünüz kimi mərmərlə yığılıb. Başqa planlarımızı göstərək əziz. Əziz müştərimiz bilir sizə masajın duz gölü havası, malzəmə havası var, maşallah havası. Duz göldən çıxan birinci hava sizin evinizin içərisindən girəcək Allah'ın izniyle. Deməli, əziz müştərimiz, mənzilimizin koridor hissəsidir. Giriş qapımız dəyişilib. Seyf qapı qoyulub, altdan girən kimi solda. Bax, bura qədər böyük paltarı şkafı yığa bilərsiniz. Mənzilimiz yer çəkən mənzildir. Deməli, biz indi başlayırıq. Birinci yataq otağımızdan bu. Yataq otağımızı binanın həyətinə baxır. İndi isə keçirik ikinci yataq otağına. İkinci yataq otağıdır. Əziz müştərimiz, deməli, binamız 6 mərtəbədir, ancaq mənzilimiz 2-ci mərtəbə səviyyəsindədir, 1-ci mərtəbəsində yerləşir, 1-ci mərtəbəsində obyektlər yerləşir. Sanitar qovşağı da sanitar qovşağımızdır. Deməli, əziz müştərimiz, mənzilimizin suyu, işığı, mərkəzləşmiş istilik sistemi, qazınma xətləri çəkilib, qapının ağzındadır. Sənətimiz var, qubçamız var, qubça hal-hazırda əlimizdədir. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görə bilərsiniz. Sağ olun.